Azəreşıq Açıq Səhmdar Cəmiyyəti elektrikli avtomobillər üçün qarajlarda quraşdırılmış enerji doldurma cihazlarına nəzarət və yoxlamalara başlayıb. Ekologiyası xəbər verir ki, bununla bağlı məlumat sosial şəbəkələrdə yayılıb. Artıq yaşayış məntəqələrinin qarajlarında quraşdırılmış hər bir cihazın enerji xətti ayrıca yoxlamadan keçirilir. Belə ki, əgər sakinlər avtomobillərini binanın ümumi elektrik şəbəkəsindən və ya mənzilin sayğacından birbaşa xətt çəkərək doldurarsa, həmin xətt dərhal şəbəkədən ayrılacaq. Qarajlarda elektrik enerjisi ilə bağlı yoxlamalar aparılmadan əvvəl mülkiyyət sənədinin olması vacibdir. Qarajınızın mülkiyyət sənədini təqdim edərək asan kommunala müraciət etməlisiniz. Bundan sonra əraziyə və transformatora baxış keçirilir. Əgər uyğunluq təsdiqlənərsə, texniki şərt verilir və sayğac sifariş edilir. Həmçinin enerji haqqı ilə bağlı müəyyən rüsumlar mövcuddur. 10 kW-a qədər olan güc üçün 40 azeyn, 10 kW-dan çox olan güc üçün isə 60 azeyn. Bu dəyişikliklər Azəreşığın elektrikli avtomobillərin yük şəbəkəsinə qoşulmasını düzgün tənzimləyərək şəbəkənin təhlükəsizliyini təmin etməyə yönəlib. Dilbər Vüqar qızı, Bölgə TV.